Asudə vaxtın səmərəli şəkildə təşkil olunmasından danışaq. Qonağımız pedaqoq, psixoloq Hüseyn Həsənovdur. Biz o həyatlarına müdaxilə eləməyə vərdiş eləyirik ta gəlib bu ixtisas seçiminə qədər. Sonra yoldaş seçiminə qədər, sonra uşaq dünyaya gətirmə müddət vaxtına qədər. Vaxtın səmərəli şəkildə təşkili üçün əsas olan məqam zənnimcə valideynin övladının maraqlarını tanımağıdır. Asudə vaxt məsələsində uşağın nəyə marağı var? Birinci uşağa vaxt vermək lazım ki, bir maraq dairəsi üçün bir şeylər eləsin, yoxlasın. Bizdə deyək buna marağı var, yoxsa yox? Və uşaqlar üçün də biz valideynlər o zamanın dəyərini bilirikmi? Bunu doğru düzgün xərcləyə bilirikmi? Bir şeyi bacaran uşaq ikinci bir şeyi də bacarmağa cəhd eləyəcək. Valideynin də uşaqla birlikdə keçirdiyi vaxt ki var, oynadığı oyun olsun, söhbət eləmək olsun. Bunun da düşünürəm ki, dəyəri ölçülməzdir. Vaxtın yoxdur, yoxsa niyyətin yoxdur uşaqla vaxt keçirməyə. Uşağa gələndə necə gəldi davranır. Bu məsələnin önəmini anlamır ki, bu uşaqla vaxt keçirmək nə qədər önəmlidir. Uşağa telefon alan adam başqa falan şeyə pulum çatmır deməməlidir. Orada demək lazımdır ki, lütfən səmimi olaq, lütfən dürüst olaq. Necə eləyək ki, bizim uşaqlarımızın vaxtını bu texnoloji vasitələr, televizor, planşet, telefon və s. zəbt eləməsin. Deməli, bizim uşağın biraz özgüvəni zəifdirsə, orada biraz danışdırır, nə bilim, fəaliyyətlərdə aktiv olsun ki, özgüvəni formalaşsın. Asudə vaxt verməlisiniz əziz valideynlər.